Bismillahirrahmanirrahim. Bəqərə surəsi. Bu surə Mədinədə nazil olmuş, 286 ayədən ibarətdir. Bəqərə surəsinin ümumi məzmunu. Quranın ən böyük surəsi sayılan bu surənin bütün ayələri təbii ki bir yerdə nazil olmayıb. Bu ayələr müxtəlif fasilələrlə müsəlman cəmiyyətinin bu və ya digər ehtiyacları ilə əlaqədar olaraq Mədinə şəhərində nazil olmuşdu. Bununla belə, onun İslam etiqadı və dini, ictimai, siyasi və iqtisadi məsələlər kimi bir çox dini praktiki məsələləri özündə etibar etməsi danılmazdır. Bu surədə aşağıdakı mövzular öz əksini tapmışdı. 1. Tövhid və Allahı tanıma. Xüsusilə də yaradılışdakı sirləri mütaliə etmək yolu ilə insan tövhidə dəvət edilmişdi. 2. Məad və ölümdən sonraki həyat. Bu məsələ İbrahim əleyhissalam peyğəmbərinin əhvalatı və quşların öldükdən sonra dirilməsi, eləcə də Üzeyr əleyhissalam peyğəmbərinin əhvalatı kimi əyani sübutlarla əsaslandırılmışdı. 3. Quranın ecazı və bu səmavi kitabın əhəmiyyəti. 4. Yəhudi və münafiqlər, eləcə də onların İslama və Qurana qarşı tutduğu mövqe, habelə bu zəmində onların müxtəlif vəfatsızlıqları. 5. Böyük peyğəmbərlərin, ələxüsusda Həzrət İbrahim əleyhissalamın və Həzrət Musa əleyhissalamın həyatına dair geniş məlumat. 6. Müxtəlif praktiki əməlləri, namazı, oruc, Allahın yolunda cihad, həcc, qiblənin dəyişdirilməsi, nicah və talaq, evlənmə və boşanma, alqı-satqı və borc vermək, eləcə də sələmin bir sıra hökmləri. 7. İnsanın öz malından Allah yolunda xərcləməsi. 8. Qisasın hökmləri, bir sıra haram ətlərin, qumar və şərabın qadağan edilməsi, vəsiyyət və bu qəbildən olan şəriət məsələləri. Bu surənin Bəqərə, inək adlandırılmasına gəlincə isə, bu məsələ surənin 67-73-cü ayələrində öz əksini tapmışdı. Bəni İsraildə baş vermiş bir hadisə ilə bağlıdır. İnşallah bu barədə həmin ayələrin təfsirində ətraflı məlumat verəcəyik. Bəqərə surəsini oxumağın fəziləti. İslami mənbələrdə Bəqərə surəsini oxumağın fəzilətinə dair xeyli sayda hədis nəql edilmişdi. Buna misal olaraq, mərhum Təbərsinin Məcmuəul Bəyan təfsirində Həzrəti Peyğəmbər sallallahu nəql etdiyi aşağıdakı hədisi göstərə bilərik. O Həzrətdən Quranın hansı surəsi daha fəzilətlidir deyə sual edildikdə, Peyğəmbər sallallahu Bəqərə surəsi. Bəqərə surəsinin hansı ayəsi daha fəzilətlidir deyə soruşulduqda isə Ayət-əl Kürsi deyə cavab vermişdi. Nur-us Səqali, cild 1, səhifə 26, Məcmuəul Bəyan təfsiri, cild 1, səhifə 32. Çox güman ki, bu surə əhatəli olduğuna və Ayət-əl Kürsi də məhz tövhid anlayışına etibar etdiyinə görə daha fəzilətlidir. İnşallah həmin ayələrin təfsiri zamanı bu barədə daha ətraflı məlumat verəcəyik. Bəqərə surəsinin fəzilətli olması digər surələrin daha fəzilətli ola bilməsi ilə heç bir ziddiyyət təşkil etmir. Çünki bu və digər surələrin fəzilətli olması müxtəlif cəhətlərə görə ola bilər. Bəqərə surəsinin fəziləti haqqında digər bir hədis İmam Zeynul Abidin əleyhissalamın Peyğəmbər sallallahu nəql etdiyi bir hədisdir. Bəqərə surəsinin ilk 4 ayəsi, Ayət-əl Kürsi və ondan sonraki 2 ayəni və surənin son 3 ayəsini oxuyan şəxsin canı və malı heç vaxt zərər görməz. Şeytan ona yaxınlaşmaz və Quranı heç vaxt unutmaz. Biharul Ənvar, cild 89, səhifə 265. Olduqca vacib bir məsələni qeyd etmək lazımdır ki, Quranın yaxud bir surə və ya ayənin fəziləti, savabı deyilərkən onları sadəcə olaraq dildə oxumaq nəzərdə tutulmur. Oxumaqla yanaşı, eyni zamanda oxunan surə və ya ayə insanı düşündürməli, düşündürmək isə Quran maarifinə əməl etməyə sövq etməlidir. Onu da bildirək ki, hər hansı surə və ya ayənin savabı haqqında nəql edilənlər həmin surə və ya ayənin ümumi məzmunu ilə bilavasitə əlaqəlidir. Məsələn, Nur surəsinin fəziləti haqqında nəql edilmişdir ki, kim mütəmadi olaraq bu surəni oxuyarsa, Allah-u Teala onu və övladlarını zinadan qoruyar. Bu fəzilət bilavasitə Nur surəsinin ümumi məzmunu ilə əlaqədardır. Çünki həmin surənin böyük bir hissəsi cinsi pozğunluqlara qarşı mübarizəyə həsr edilmişdi. Orada subayların mümkün qədər tez evləndirilməsi, qadınların hicab qaydalarına riayət etməsi, naməhrəmə baxmamaq, iffətli insanlara nalayiq böhtanlar atılmaması və şayəyə yaymaqdan çəkinmək, zina etmiş kişi və qadına şəriət cəzasının tətbiq edilməsi kimi məsələlər təkid edilmişdi. Quranı istənilən halda oxumaq savab olsa da, oxunan ayələr insanın təfəkkürü və düşünməsi üçün zəmin yaratdığı halda daha çox savaba şamil olur.